UNESCO-nun 28 illik yubileyinə həsr olunmuş konfransda iştirakım təbii ki, mənim üçün çox fəxarət və qürur vericidir. Və bu düşünürəm ki, Azərbaycan elminə böyük bir töhfədir. Xüsusilə də gənc tədqiqatçıların və doktorantların bu konfranslara, Respublika əhəmiyyətli konfranslara cəlb olunması onların elmi nailiyyətlərinin dəstəklənməsinə və Azərbaycan elminin inkişafına çox böyük töhfə verəcəkdir. Neft Sənaye Universitetində keçirilən bu konfrans bizim üçün çox gənc tədqiqatçılar üçün çox önəmli oldu. Çünki burada müxtəlif əlaqələr yarandı. Başqa universitetlərin tələbələri ilə, doktorantları ilə və müəllimləri ilə ədəbi və elmi əlaqələrimiz yarandı və müxtəlif çıxışlar dinlədik. Bu da bizim vizyonumuzun genişlənməsində çox böyük əhəmiyyəti oldu.